Ramazan ayını yola salandan sonra bizim üçün ikinci bir fürsət, ikinci bir dərəcə gəldi. O da Şəvvaldır. Şəvval ayıdır. Şəvval ayı da öz fəzilətləri ilə boldur. Və ən böyük fəziləti də Şəvvalda olan orucdur. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu Şəvvalın orucunu Ramazanın kamilliyi üçün, Ramazanın bütövlənməsi üçün, Ramazanın tamamlanması üçün və illik orucu tamamlamaq üçün bizim üçün sünnət qoyub, yol qoyub. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Məsama Ramazan, kim Ramazanı tutsa, fəətbəhu sittən minə şəvval və ondan sonra Şəvval ayından 6 gün tutsa, kənə ləhu siyəmə dahr. Ona bir ilin orucu yazılır. Bu fürsət çox əzəmətli bir fürsətdir. Çox əzəmətli bir fürsətdir. Yəni biz istəsək də, istəməsək də biz bir il oruç tuta bilmərik. Çünki bayram günü var bunun qadağa günləri var. Lakin Allah Teala bizə Ramazan və Şəvval ayında tutduğumuz 6 gün orucla bu məsələni bizim üçün asanlaşdırıb. Və bu fürsətdən istər qardaşlar, istər bacılarımız istifadə eləsinlər. Bu fürsəti əldən verməsinlər. Və sonra bil ki, hər bir şey Allahdandır. Güldürən də odur, ağladan da odur, verən də odur, alan da odur. Bütün işlərin idarəçisi odur. Mülk də onundur. Və onunla olan əlaqə, münasibət insanın zənginliyidir. Onun insana verdiyi insan zənginliyi deyil. Çünki o, dünya malını sevdiyinə də verər, sevmədiyinə də verər. Amma imanı sevdiklərinə verər. İman nədir? Allahla əlaqə. İman nədir? Allahla əlaqə. Allahla münasibət. Günün müəyyən vaxtlarında, müəyyən saatlarında, ayın və ilin müəyyən vaxtlarında Allahla yaxın bir münasibət, yaxın bir əlaqə. Bu zənginlikdir. Və bu əlaqə qəlblə bağlı olan bir əlaqədir. Yəni, qəlbin Allahla olan bir əlaqəsidir. Və bu əlaqəni itirən qulun əzalarında fayda yoxdur. Yəni, bu əlaqə ki, qəlb Rəbbi ilə qura bilmədi, o əzalarda xeyr olmayacaq. Amma əgər əlaqə qura bildirsə, o əzalarda xeyr olacaq. Çünki əmir, başçı insan bədənində qəlb sayılır. O da insana yaxşılıqlara əmr edən və pisliklərdən çəkindirən bir üzvdür. Və ya yaxşılıqlardan insanı çəkindirib pislikləri əmr edən bir üzvdür. Peyğəmbər s.ə.v deyir ki, Ələ innə fil cəsədi mudğa. Bilin və agah olun ki, insan bədənində bir ət parçası var. Və sonra buyurur ki, və izə saləhət, saləhəl cəsədi kulluhu. O islah olsa, bütün bədən islah olacaq. Və izə fəsədət, fəsad etsə, fəsədəl cəsədə kulluhu. Bütün bədən fəsada düşəcək, ələ və hiyyə qalb. O ət parçası qəlbdir. Yəni, o həm yaxşılıqlara əmr edir, həm pisliklərə əmr edir. Həm yaxşılıqdan çəkindirir, həm pisdən çəkindirir. Əgər insan əlaqəsini qəlbi ilə Rəbbi arasında saxlayırsa, o zaman yaxşılıqlara əmr edir və pisdən çəkindirir. Yox, saxlamırsa, artıq əksidir. Fərqi yoxdur, o insan varlıdır, kasıbdır, böyükdür, balacadır, qadındır, kişidir, güclüdür, zəifdir, fərqi yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm fikir versə hədislədir ki, əl-ğinə, ğinəl qalb. Zənginlik qəlbin zənginidir. Vəl-fəqru, fəqrul qalb. Fəqirlik də qəlbin fəqirliyidir. Yəni, insanda iman yox, insanda ixlas yox, insanda salih bir şey, salih bir əməl yox. Fəqirdir. Heç nə yoxdur. Miskindir.
Amma insan var, qəlbi zəngindir. Qəlbində iman var. Şükür, həmid, səna, münasibət var Allahla. Bir şey olanda Allahdan sevincli bir hadisə gələndə sevinir. Kədərli bir hadisə olanda Allah'a həvalə edir və həmd edir. Səbr edir, bacardığı qədərində şükür edir. Yaşayır. Yaşayır. Və bu yaşayış həqiqi yaşayış deməkdir. Bundan qeyrisi ölüb. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahı xatırlayanla Allahı xatırlamayan məsələ ölü ilə diri kimidir. Və Şeyxülislam rahimehullah rahmetan vasi'a deyir ki, nəyə bənzəyir? Dil balıq kimidir, mömin balığa bənzəyir. Onun həyatı zikirdədir, Allahı xatırlamadadır. Necə balığın həyatı sudadır. Balığı sudan çıxardığında görmüşsünüz. Həqiqi ki, hər kəs balıq sudan çıxanda görür. Adamın yazığı gəlir. Düz deyəndə yeyəsən, dadlıdır, ləzzətlidir, qəşəng pişirirsən, yeyirsən. Amma subhanallah sudan ayrılır, yəni çabalayır həyatı ilə, yəni vuruşur, qayıtmaq üçün suya. Lakin onun ölümü sudan uzaqlaşmadır. İnsanın qəlbinin ölümü də elədir. Allahdan uzaqlaşmış qəlb balıq kimi çapalayır. Çapalayır. Yaşamır, çapalayır sadəcə olaraq. Amma insanın qəlbi Allahla olanda, ibadətlərini eləyəndə əlhəmd rahat olur. Aza qanı olur. Çoxa həmd edir, şükür edir. Yəni insan rahat olur. Rahat olur. Və fikir versək Quran-ı Kərimdə Allah Teala ayələrin birində buyurur ki, səhv etməyin Hədid surəsində deyir. Deyir, mə asabə min musibətin fil ardı və la fi anfusikum. İstəyir yerdə olsun. İstəyir özünüzdə olsun. Belə bir müsibət olmayıb ki, illə fi kitab. O bir kitabda yazılıb. Yəni öz qatında olan. Min qabli ən nəbrəhə. Yəni biz hər bir şeyi yaratmamışdan qabaq onu kitabda qeyd eləmişdik. Niyə? Allah çox niyəsini deyir. Nə üçün? Nə üçün Allah deyir ki, yerdə və nəfsimizdə elə bir hadisə yoxdur ki, olsun o sizdə. İllə fi kitabin min qabli ən nəbrəhə. O bir kitabda, o bir dəftərdə, o bir yazıda bu şeylər olmamışdan qabaq yazılmasın. Elə bir şey yoxdur. Sonra deyir, niyəsini deyir. Deyir, ona görədir ki, əlimizdən gedənlərə görə üzülməyəsiz və sizə verdiklərimizə görə fərəhlənməyəsiz. Allahu Akbar. Bu ayə çoxumuzun oxuyub bəlkə keçdirdi. Lakin insan ayələrdə biraz dayanarsa, bu ayəyə fikir verərsə, ayə əzəmətlidir. Allah Subhanahu taala buyurur ki, xəbər verirəm ki, sizə hər biri olan hadisə kitabda qeyd olunub. Hər şeydən əvvəl niyə? Hüzünlənməyəsiz. Sizdən ötüb keçib, əliniz çatmayıb. Sizdən yan keçən şeylərə görə. Nə də sevinməyəsiz, nəyə ki sevirmişəm ona görə. Bu mühümdür, yəni bu zəngin qəlbdir. Zəngin qəlb, rahat qəlb belə olur. Yaxşı, kasıb qəlb necə olur? Başlayır üsyan eləməyə. Biraz da əlinə keçən kimi başlayır üsyan eləməyə yenə. Aydındır? Başlayır haramlar, başlayır tuğyan eləməyə. Və gözü görmür. Var elə insanlar. Görsən, məsələn, sabitlik kasıblığındadır. Çünki verəndə özünü apara bilmir. Adam var, məsələn, 3-4 dənə ona adam salam verir, özünü şey sayır. Yanında 2 nəfər dayanır, özünü böyük sayır. Halbuki, yəni insan əgər Rəbbin tanısa, yəni öz nəfsini tanısa, heç vaxt elə şey eləməz. Heç vaxt. Ona görə təvəzzükar insanlar barədə işləndə, təvəzzükar insanlar barədə danışanda adam yəni baxma ki olduğu vəzifə, baxma ki olduğu
dərəcə böyük olub insanlar içərisində, amma bilinməyib yəni. Bilinməyib. Yəni belə şəxsiyyətlər, belə alimlər çox olub. Qədimdə də, indi də. Onların müəllimləri də Peyğəmbər sallallahu əleyhi və səlləm idi. Dəlil. Çünki Mədinədən kənar kim Mədinəyə gələrdisə, girərdi, deyərdi ki, mən fikum Muhammed. Sizin işinizdə Məhəmməd kimdir? Yəni, seçilmirdi Məhəmməd sallallahu əleyhi və səlləm. Geyimi də seçilmirdi, belə bir nəsə bir maşını seçilmirdi. Nəsə bir seçilən şey yox, deyilsin ki, hədə o Muhammed. Bu Muhammeddir, yox idi belə bir şey. Mən fikum Muhammed. Mən fikum Muhammed. Kimdir içimizdə Muhammed? Alimlər bunu gətirir dəlil. Sallallahu aleyhi və səlləm. Və həmçinin alimlər, onun arxasında da insanlar, salih insanlar. Belə. Bəzi insanlar elə başa düşür ki, nəsə belə eləmək fəzilətdir, nəsə belə eləmək fəzilətdir, nəsə belə çiynə xalat atmaq fəzilətdir və nəsə fəzilətdir, bahalı maşından düşmək fəzilətdir, filan şeyx belə olmalıdır, filan belə olmalıdır. Bunlar hamısı boş söhbətlərdir. Bunlar hamısı insanların gözündədir. Ona görə Ömər ibn Xattab radiyallahu necə sözü gətirər, Ömər ibn Xattab radiyallahu bütün açarlarını gedib almaq ərəfəsində orada o xristiyanlarla üz-üzə gəlir. Bunlar da Rumlular idi. Bunlar da məlik görüblər, sultan görüblər. Bunlar yəni kitab əhlidirlər. Bunların payları var elmlər. Bunlar peyğəmbərlər görüblər. Bunlar qüdsü görüblər. Cahil adamlar deyirlər. Yəni Məkkəli müşriklər kimi deyirlər. Nə deyirsən deyir ki, atam belə eləmişdi. Babam belə eləmişdi. Bunlar elə deyildilər. Onlarda kitab var idi. Elm var idi. Ömər ibn Xattab görürlər uzun qulağın üstündə gəlir. Uzun qulağın üstündə Əmir-ül-Möminin. Bunlar belə şey görməyiblər axı. Burada artıq Allah bilir ən sonuncu model dəvə necə olur? Onda olmalıydı, nə bilim indi. Qırmızı dəvə, yanında belə arxasınca kortej gəlməliydi. Belə fikirləşirlər. Yanaşanda Ömər ibn Xattab radiyallahu onlara dedilər, Ömər sən dedim, Ömər. Dedi, Subhanallah deyirsən, Ömər belə vəziyyətdə gəlmişsən yəni. Geyimin seçilmir. Seçilmir geyimin yanındakının sənlə gələnin yanındakından seçilmirsən. Heç nəyin seçilmir, uzun qulaqdan gəlmirsən. Ömər ibn Xattab radiyallahu orada gözəl bir ifadə işlədir. Çoxunuz bunu bilirsiniz. Biz belə bir qövmüyük ki, çünki Ömər əvvəlin bilir axı, özünün əvvəlini tanıyır. Əvvəlini tanıyır, bilir nə var, nə yox, nə tərdi vəziyyət. Biz elə bir qövmüyük ki, bizi Allah İslam olacaqdır. Yəni biz ayaqyalın səhrada gəzib dolaşan bədəvi ərəblər idik. Biz yəni belə nə idik yəni? Biz Allahın İslamla ucaltdığı qövmüyük. Əgər ondan qeyri şeydə izzət axtarsaq, alçalarıq. Nə demək istəyir? Demək istəyir ki, yəni ki, uzun qulağın yəni, üzərində gəlmək alçaqlıq deyil. Yəni, dəvəyə də minmək şey deyil də, yəni böyüklük deyil. Allahla. Yəni, rabitə yeri bəllidir. Onlar onda başa düşürlər ki, nə var. Məktəb idi radiyallahu anh. Örnək idi onlar. Görsən, bir dənə söz deyib tarixdə qalıb. Bəlkə də orada çox söhbət olur. Lakin o söz qalıb. Radiyallahu anh. Bax elə, bunlar bizim üçün mühüm məsələlərdir. Elə düşünürəm ki, bunlar bizim üçün vacibdir. Əlhəmdülillah, bunlar demək istəyirdim. Allah Teala qəbul eləsin. Şəvval oruclarımızı, elə bizim də oruclarımızı, sizin də oruclarımızı, ibadətlərimizi, həmçin Ramazanı qəbul eləsin bizdən ya Rabbi. Amin. Ramazan çünki keçdi. Biz gərək həmişə dua eləyək ki, Allah Teala bizdən qəbul eləsin. Və sallallahu nebiyyina Muhammedin və alə alihi və sallallahu. Allah razı olsun.